İndi isə gəlin baxaq psixoz, nevroz və OKP arasındakı əlaqəyə və fərqlərə. Psixoz reallıqla əlaqənin ciddi şəkildə pozulduğu ağır psixi pozuntudur. Əsas əlamətləri halüsinasiyalar, olmayan səsləri eşitmək, şeyləri görmək, sanrılar, reallığa uyğun olmayan amma sarsılmaz şəkildə inanılan fikirlər, düşüncə və davranışda ciddi pozuntular və xəstəliyin dərk olunmaması. İnsan çox vaxt özünü xəstə olduğunu belə qəbul etmir, heç bundan xəbəri də olmur. Göründüyü vəziyyətlər sizə tanış gələcək. Şizofreniya, şizoaffektiv pozuntu, psixotik xüsusiyyətlərlə gələn bipolyar pozuntu, psixotik xüsusiyyətlərlə gələn ağır depressiya və maddə istifadəsinə bağlı psixoz, spirt, narkotik və s. qəbulundan sonra başlanılan hallar. Nevroz isə nədir? Reallıqla əlaqənin qorunduğu, lakin insanın güclü gərginlik, narahatlıq, qorxu kimi yaşantılar keçirdiyi pozuntular qrupudur.